Değerli izləyicilərimiz, xoş gördük sizləri. Məştaqa Notariusa yaxın ərazidə Kisor torpaq sahəsinin üzərində. Bax, belə bir modern həyət evimiz çıxıb satışa. Bir zal, 3 yataq, bir mətbəx, bir sanjerdən ibarətdir. Evin torpağının çıxarışı var. Tam qeydiyyatı düşmək olur və əşyalar da qalır. Əşyaların bəzilərində əksər hissəsi qalacaq, tək elektronikadan başqa. Qiymət 90 min manatdır. 90 min manat. İndi reallıq olarsa yəqin ki, ev sahibi tərəfindən endirim olunacaq. Nəsə keçəcək əsas məsələyə. Həyətin təqdimatını edək, sonra evin inşallah təqdimatını tam təqdim edəcək. Bax, daş döşənib, gördüyünüz kimi fasad vurulub, böyük bir padvalı var, rahat içərisində keçmək olur və həyətə maşın rahat şəkildə daxil olur. İnşallah giriş hissəsində sizlərə göstərəcək. Gəlin qabağa zəhmət olmasa. Bax, buradan da giriş hissəsini sizlərə göstərərək fikir verin. Bax, belə bir giriş hissəsi var. Qapının ağzında suyun axıntısı üçün getmək üçün trapı qoyulub. Əlavə həyətdə su krantı və kulçatorları. Kim istəsə həyətə işıq da vura bilər. Bax, buradan da eyni qayda ilə bir dənə sizlərə giriş hissəsini təqdim edək. Sonra keçək evin içərisini sizlərə tam təqdim edəcək. Buradan da göstərin zəhmət olmasa. Və keçək evin içərisini sizlərə təqdim edək. Belə deyək də, ən azından da bir 6-7 daş kürsülüdür. Və evimiz koridordan ibarətdir. Koridordan ayrı-ayrı otaqlardır. Və qeyd etdiyimiz kimi əşyalıdır. Əşyaların sadəcə elektronika çıxacaqdır. Zal hissəsini sizlərə təqdim edək. Bax, gözəl bir zalı var, fikir verin. Gözəl bir zalı var. Gəlin buradan da zalı inşallah. Evdə də istilik kombidir yəni. Kombisinə qədər var. Zal hissəsini təqdim edirik. Keçək 3 dənə yataq otaqlarını sizlərə təqdim edək. Otaqların hamısında kombidir. Yataqların, belə deyək, otaqların aboyları ayrıdır. Gəl buradan da təqdim edək zəhmət olmasa. Tamam, qeyd etdiyimiz kimi aboylar ayrı-ayrıdır. Buranı da təqdim edək, bu otağı təqdim edək. Və burada da gördüyünüz kimi əşyaların əksər hissəsi qalacaq. Yəni